Bugünkü dərsimizdə riyazi rəqqas və yali rəqqas, periyodun asıllıqlarından danışacağıq. Əsas düsturlarımızı və asıl cəmiyyətlərimiz hansılardır, onlar haqqında məlumat verəcəyik. Başdan deyim, kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, hər kəs bu təkrar dərslərdən faydalana bilsin. Birinci riyazi rəqqasdan başlayaq. Deməli, şagirdə uzanmayan, çəkisiz sapdan asılmış bərk cismə riyazi rəqqas deyilir. Məsələn, ta ki, biz şəkil olaraq bunu bu şəkildə çəkəcəyik. Uzanmayan, çəkisiz sapdan asılmış bərk cismə deyəcəyik riyazi rəqqas. Riyazi rəqqasımızın tarazlıq vəziyyəti, bu isə kənar vəziyyətlər. Deməli, riyazi rəqqasımızın uzunluğu L-dir. Buradakı bucağımız alfadır. Bura bir x desək, yəni yer dəyişmə desək, maksimal yer dəyişmə desək, onda bizim oradakı bucağımızın sinusu, sinus alfamız bizdən ötürü x bölünsün elə bərabərdir. Və cismi əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvəmiz ağırlıq qüvvəsinin sinusoidal toplananıdır. mg sinus alfadır. Və m-ləri ixtisarlayacaq olsaq, onda bizim AX-imiz mənfi J sinus alfa ifadəsi ilə təyin olunur. Sinus alfanın da yerinə gətirib qiymətini yerinə yazsaq, J bölü L vurulsun x ifadəsini alarıq. Bizim tənliyimizdə, təcillimizin tənliyində x-in ikinci tərtib törəməsi var idi. Zamana görə ikinci tərtib törəməsi var idi və biz bunu mənfi omega kvadratı vurulsun x şəklində yaza bilirdik. Yəni bizim buradakı tənliyi təyin eləyəsi olsaq, baxın, qarşıda nə var? J bölü L var. Omega kvadratı J bölünsün L təyin edir. Onda bizim dövr tezliyimiz kök altında J böl L düsturu ilə hesablanır. Periyodumuz T bərabərdir 2 pi bölünsün omega olacaq. Çünki omegamız 2 pi bölünsün T idi. Onda düsturumuz olar 2 pi kök altında L böl J. Tezliyimiz isə periyodun tərsidir. Onda 1 bölünsün 2 pi kök altında J böl L ifadəsini alarıq. Bu artıq olur bizdən ötürü riyazi rəqqasın periyodu, tezliyi və dövr tezliyin düsturu. Buradan da görürük ki, riyazi rəqqasın periyodu yalnız aslıdır. Nədən? Periyodumuz aslıdır uzunluqla kök altı düz. Tezliyimiz isə aslıdır uzunluqla kök altı tərs. Və biz riyazi rəqqası bağlandığı dayaqla birlikdə A təcili ilə yuxarı hərəkət elətdirsək, onda bizim periyodumuzun düsturu bərabər olar 2 pi kök altında L bölünsün J plus A-ya. Tezliyimizin düsturu isə 1 bölünsün 2 pi kök altında J plus A bölünsün L düsturu ilə hesablana bilər. Əgər A təcili ilə aşağı hərəkət elətdirsək, dayaqla birlikdə riyazi rəqqasımızı, onda bizim periyodumuzun düsturu 2 pi kök altında L bölünsün J minus A və tezliyimizin düsturu isə 1 bölünsün 2 pi kök altında J minus A bölünsün L düsturu ilə hesablanır. Biz ağırlıq qüvvəsini keçəndə qravitasiya sahəsi intensivliyi üçün J böyük M bölünsün R kvadratı ifadəsini almışdıq. Əgər J-nin bu qiymətini gətirib ağırlıq qüvvəsi, daha doğrusu periyodun düsturunda yerinə yazsaq, onda periyodumuz üçün belə bir ifadə alırıq. T bərabərdir 2 pi R kök altında L bölünsün böyük J M. Tezlik üçün isə belə bir ifadə alırıq. 1 bölü 2 pi R kök altında J M bölünsün L düsturunu alarıq. Əgər yer səthindən müəyyən H hündürlükdəki J-dən danışırıqsa, o isə J M bölünsün R plus H-ın kvadratı olduğu üçün, onda H hündürlükdəki periyodumuzun düsturu TH bərabərdir 2 pi R plus H kök altında L bölünsün böyük J M. Nu H isə bərabərdir 1 bölünsün 2 pi R plus H kök altında J M bölünsün L düsturu ilə hesablanır. Və biz bu düsturlara əsasən deyə bilərik ki, periyodumuzun
hündürlükdən asıllıq qrafiki müəyyən qiymətdən başlayan düz mütənasiblikdir. Tezliyimizin hündürlükdən asıllıq qrafiki isə müəyyən qiymətdən başlayan tərs mütənasiblikdir. Bax, bu riyazi rəqqasda period tezlik düsturlarımız. Yenə də yadda saxlamaq lazımdır ki, istər riyazi rəqqas, istər yaylı rəqqas fərqi yoxdur şagirdlər. Kənar vəziyyətdə sürətimiz sıfırdır, kinetik enerjimiz sıfırdır. Ondan sonra impulsumuz sıfırdır. Kənarda təcil maksimumdur, qüvvə maksimumdur, yer dəyişmə maksimumdur və potensial enerji maksimumdur. Tarazlıq vəziyyətində isə kinetik enerji maksimumdur, sürətimiz maksimumdur və impulsumuz maksimumdur. Potensial enerji sıfırdır, qüvvə sıfırdır, təcil sıfıra bərabərdir. Ona görə də istər riyazi rəqqas olsun, istər yaylı rəqqas olsun, tarazlıq vəziyyətdən kənar vəziyyətə hərəkət artan təcillə yavaşayan hərəkətdir. Kənar vəziyyətdən tarazlıq vəziyyətə hərəkət isə azalan təcillə yeyinləşən hərəkətdir. Bax, bu şagirdlər oldu bizdən ötürü riyazi rəqqasdakı period tezlik düsturlarımız. Yenə də riyazi rəqqasda da hərəkət zamanı kinetik enerjinin potensial enerjiyə, potensial enerjinin isə kinetik enerjiyə çevrilməsi baş verir. Keçək indi yaylı rəqqasımıza. Görək yaylı rəqqas nədir? Yay bərk cisim sisteminə deyirik yaylı rəqqas. Və yaylı rəqqası biz bu şəkildə təyin edəcəyik. Bax ki, cisimi biz tarazlıq vəziyyətindən çıxarmışıq. Bura bizdən ötürü tarazlıq vəziyyəti olsun. Buraya isə sol kənar vəziyyətimiz olsun. Yay bərk cisim sisteminə yaylı rəqqas deyilir. İndi biz cisimi tarazlıq vəziyyətindən çıxardıb hərəkətə başladıqda o cisimi əvvəlki vəziyyətinə qaytarmağa çalışan elastik qüvvəsidir. Ona görə də MAX-i, yəni əvəzləyici qüvvəmizi mənfi KX düsturundan əvəz edəcəyik. Buradan AX tapası olsaq, AX-imiz bərabər olar mənfi K bölünsün vurulsun X. Yenə də bayaqki tənliyimizə əsasən AX-imiz mənfi omega kvadratı vurulsun X-ə bərabərdir. Ona görə də biz artıq buradan omeganı təyin edə bilərik. Onda bizim omegamız kök altında K böl M düsturu ilə hesablanar. Periodumuz isə 2pi kök altında M böl K olacaq. Tezliyimiz isə 1 böl 2pi kök altında K böl M düsturu ilə hesablanır. Yəni artıq yaylı rəqqasda bizim periodumuz, tezliyimiz asılıdır yayın sərtliyindən və asılıdır kütlədən. Riyazi rəqqasda diqqət elədinizsə, kütlədən asıllığımız yox idi. İndi mən bunu yenə qeyd edəcəm. Deməli, K-dan asıllığımız olacaq tərs mütənasiblik. Periodumuz kütlədən asılı olacaq düz mütənasib. Tezliyimiz isə K-nan, daha doğrusu periodu səhv çəkdim, üzrlü sayın şagirdlər. Periodumuz kök altı düz asılıdır, mən xəttə düz asılı çəkdim, tamam. İndi gəldik tezliyin K-dan asıllığına. Tezliyimiz K-dan düsturdan da gördüyümüz kimi kök altı düz asılıdır. Tezliyimiz kütlə ilə tərs mütənasib asılıdır. Təcildən asılılıq yoxdur, çünki hansı təcildən hərəkət elətdirək, bizim təcilimiz düsturlarımızda yoxdur deyə artıq təcildən asılılığımız yoxdur. Yəni, mən yaylı rəqqasın periodun tezliyini dəyişdirə bilərəm, yalnız sərtliyi dəyişməklə və kütləni dəyişməklə. Amma riyazi rəqqasın, yuxarıdan çəkirəm təkrar, riyazi rəqqasımızın periodu, tezliyi o riyazi rəqqasdan asılan cismin kütləsindən asılı deyil. Belə, bu da bizim yaylı rəqqasımızda period tezlik anlayışımız, periodun tezliyinin asılı olduğu kəmiyyətlərimiz. Yenə də burada kənar vəziyyətlərdə kinetik enerjimiz sıfırdır, impulsumuz sıfırdır, sürətimiz sıfırdır. Kənar vəziyyətdə potensial enerji maksimumdur.
Qüvvə maksimumdur, təcilimiz maksimumdur və yer dəyişməmiz maksimumdur. Tazlıq vəziyyətində isə kinetik enerji maksimum, impuls maksimum, sürət maksimumdur. Tarazlıq vəziyyətində təcilimiz sıfırdır, qüvvəmiz sıfırdır, potensial enerjimiz sıfırdır. Yaylı rəqqasda rəqs hərəkəti zamanı kinetik enerjinin yayın potensial enerjisindən, potensial enerjinin isə kinetik enerjiyə çevrilməsi prosesi baş verir. Bu qədər şagirdlər, diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.